Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Vyetnam Milli Statistika İdarəsinin baş direktoru Nguyen Thi Hongun dəvəti ilə Vyetnam Sosialist Respublikasına səfər edib. Səfər çərçivəsində nümayəndə heyətinin Vyetnam xalqının öndəri Ho Chi Minhin məqbərəsinə, muzeyinə və vaxtilə yaşadığı evinə ziyarəti təşkil olunub. Ho Chi Minhin 1959-cu ildə Azərbaycana, Ümumilli lider Heydər Əliyevin isə SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi 1983-cü ildə Vyetnama səfərinə dair şəkillər nümayiş olunmaq üçün nümayəndə heyəti adından muzeyə hədiyyə olunub. Tahir Budaqov ilə Vyetnam Komünist Partiyasının baş katibi To Lam arasında görüş keçirilib. Görüşdə Azərbaycan-Vyetnam münasibətlərinin dərin tarixi köklərə malik olduğu vurğulanaraq, xalqlarımız arasındakı dostluq əlaqələrinin hələ SSR dönəmində formalaşdığı, Vyetnam xalqının öndəri Ho Chi Minhin 1959-cu ildə Azərbaycana, Ümumilli lider Heydər Əliyevin isə SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi 1983-cü ildə Vyetnama səfərinin tarixi əhəmiyyət daşıdığı bildirilib. To Lam ötən ilin may ayında ölkəmizə səfərini xatırladıb. Azərbaycan Respublikasının prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev də Vyetnamda səbirsizliklə gözlədiklərini deyib. O, strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyanatın qəbul olunması ilə Azərbaycan-Vyetnam münasibətlərinin yeni inkişaf mərhələsinə yüksəldiyini qeyd edib. Tahir Budaqov Azərbaycan ilə Vyetnam arasında münasibətlərin inkişafında liderlər arasında şəxsi dostluğun böyük rol oynadığını bildirərək, müxtəlif sahələrdə, o cümlədən statistika qurumları arasında əməkdaşlığın genişləndirilməsinin diqqət mərkəzində olduğunu deyib. Görüşdə hakim siyasi partiyalar arasında əlaqələrin Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı xüsusunda əhəmiyyəti vurğulanaraq, 2023-cü ildə imzalanmış əməkdaşlıq sazişindən irəli gələn vəzifələrin müvəffəqiyyətlə həyata keçirildiyi qeyd olunub. Nümayəndə heyətinin Vyetnamın Milli Statistika İdarəsinin baş direktoru Nguyen Thi Hong ilə görüşü zamanı isə Azərbaycan ilə Vyetnamın bir-birinin maraqlarına hörmət edən dost və tərəfdaş ölkə olduqları, dövlətlərarası münasibətlərin yüksələn xətt üzrə inkişafının məmnunluq doğurduğu qeyd edilib. Görüş zamanı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Vyetnam Baş Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu çərçivəsində statistika sahəsində 2026-2028-ci illər üçün iş planı da imzalanıb. Vyetnam Xarici İşlər Nazirinin müavini Nguyen Minh Vu ilə görüşdə isə iki ölkə arasında əlaqələrin hazırki vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.